The noun isim. İsimlər quruluşunu, əşyanın adını bildirən, əşyanın adını bildirir. İki sual, kimlə hara suallarının birinə cavab verir. Kim, who, nə, what, haradakı, where. Who və what. Azərbaycan dilində evet. Kim, Sonra quruluşuna görə üç yerə ayrılır. Sadə isimlər, düzəltmə isimlər, mürəkkəb isimlər. Sadə isimlər simple nouns, düzəltmə isimlər derivative nouns, mürəkkəb isimlər compound nouns. Compound nouns. Bunlar da görə iki suffix və prefix var. Suffixlər, şəkilçilər are, nes, sheep, soak, talk, to. Deyən nümunə deyə bilərsən yoxsa? Yaxşı. Məsələn, Nes. illness. Sonra ship. Məsələn, leadership, friendship. Friend nədir? Dost. Ondan düzəlib dostluq. Sonra prefix. Yox, hansılar? Bəli, hansıdır? Don. Məsələn, kingdom, freedom. Free nədir? Free, boş. Azad, boş. Ondan düzəlib freedom. Sonra RS var. RR var. Sonra or. Bəli. Məsələn, actor. Sonra S var. Liar. Lie nədir? Liye. Ondan düzəlib liar. Lie, yalan danışmaq. Yalancı. Bəli, ondan düzəlib yalancı. S məsələn. S-ni deyirsən. S yazılan. S. And. Məsələn, teacher. Teach nədir? Dərs verən. Öyrətmək. Teacher, müəllim. Sonra singer. Sing. Yəni sing mahnı oxumaq. Singer isə mahnıcı. Müğənni. Sonra yes var. Məsələn var hood. Məsələn, uşaqlıq nədir? Uşaqlıq, childhood. Child, uşaq, childhood, uşaqlıq. Neighbor nədir? Qonşu. Bundan düzəlir neighborhood, qonşuluq. Sonra prefix. Yox, qutarmadıq. Yox. Məsələn, TH-lə bitir. Uzun nədir? Uzun, long. Long. İndi buna oxşayır. Uzunluq, length. Sonra ing. Niyə t artıranda e-yə keçdi? Necə? Bu ayrıca bir sözdür də, amma sonra ing var. İngə. E-yi var. Building. Build nədir? Düzəlt. Tikmək, qurmaq, tikmək. Sonra E var, E-yi. R var. Ment. Məsələn, development. Development nədir? İnkişaf. Develop, inkişaf etmək. Development, inkişaf. Sonra Aktiv var idi, aktive. Başqa bizim də var. Age var. IK. Yazılan. Age. Age var. Mesela marriage. Evlilik. To be married. Birisinden bunu eşitmiştim. Sonra şın, yani tion ya ation olanlar. Information. Sonra başka hansı? Başka? Aktiv. Var ha. O da o sözde var. Sonra millət adlarında var. Axırı ESE, yəni ese.
Chinese, Japanese. Yaxşı. Sonra Prefikslər 4 dənədir. Dismiss, on, in. burada hə. Dismiss. Bu prefikslər sözün önünü artırılır, sufikslər sözün sonunu artırılır. Aha. Prefikslər Salam. prefikslər söz Məsələn, this nümunə nə deyə bilərik? dis. Məsələn, agreement var, razılıq. Disagreement, narazılıq. Sonra məsələn, behavior nədir? Davranış. Salam Cəmil. Misbehavior pis davranış. Happiness nədir? Xoşbəxt. Xoşbəxtlik. Unhappiness Xoşbəxtlik. yox, bədbəxtlik. Yəni, Bədbəxtlik. Sonra mübarək. məsələn, var dependence, independence. Tamam. Aha. Dependence nədir? Dependence. Asıllıq. Independence müstəqillik. Yəni asıllı olmayan. Yaxşı. Sözün əks mənalı. Bunlar Sonra Prefikslər və sufikslər arasında iki qaydanı bilmək lazımdır. Prefikslər sözün önünü artırarkən, sufikslər sözün sonunu artırılır. Sonra prefikslər eyni nitq hissəsinə aid olarkən, sufikslər isə müxtəlif nitq hissə ola bilər. Yəni birdən çox nitq hissə, məsələn, isim, sifət ola bilər. İsimdən sifət yarana bilər. sonra ship. Ship əslində sufiksi, amma shipin gəmi mənası da var. Bəli. Müstəqil söz kimi işlənib mürəkkəb isim düzəldə bilir. Yəni o oxşayır sufiksə, yəni gəl onu qarışdırmayasın. Məsələn, warship, war bilirsən müharibədir, ship də oldu gəmi, müharibə gəmisi. Düzdür. Sonra er-lə, yəni r-lə bitən sözlər. Bunlar nə ola bilər? Sufiks. Yox, sufiksi bildim. Yəni bu r-lə bitirsə, hansı nitq hissəsi olur və ya hansı söz olur? Sifət ola bilər. Sifət ola bilər. Feil. Zərf ola bilər. Sifət. Zərfin nəyi düzəldir? Hansı dərəcəsi? Müqayisə dərəcəsi. Müqayisə dərəcəsi. Və ya sözün tərkib hissəsi də ola bilər. Məsələn, worker. Work artırılıb, er, bu isim düzəlib. Feildən isim düzəlib. Work, işləmək. Məsələn, work. Və də isim düzəlib. Müqayisə dərəcəsi. Məsələn, smaller. Sifətin müqayisə dərəcəsi. Bir də sözün özündə də ola bilər er. Hansı sözü bilirsən, axırı r-lə bitsin? Axırı r-lə? Yəni er sonluğu ilə bitsin. Ata nədir? Father. Father. Bu sonradan artırılmayıb ki, özündə var. Mother. Onun üçün orada var, bəli. Sözün tərkib hissəsi. Yəni sözün tərkib hissəsi odur. Yəni özündə var bu sözün. Sonra ing sonluğu ilə bitənlər. İsim. İsim ola bilər. Yəni bu ing burada isim düzəldən şəkilçi ola bilər. Sufiks bayaq dedik ing. Sifət ola bilər. İng ilə bitirsə sifət də ola bilər. Sonra feil də ola bilər. Feilin davam edici zamanı. Continuous. Present continuous məsələn. Past continuous. Sonra başqa sözün tərkib hissəsi də ola bilər. Ing. Yəni artırılmayıb, sadəcə özündə var. Məsələn, düzəltmə isim. Başlamaq nədir? Plan. Oynamaq. Başlamaq start. O da var, bir dənə var. Begin. Ondan düzəlib beginning. Yəni başlanğıc. Sonra sifət ingiləm. Məsələn, maraqlı nədir? Interesting. Ing görsən. Interesting. Davam edici zamanı bizə bilirik də. Nəyin? Continuous. Məsələn, present continuous davam edici zaman. Necə düzəlir? İndiki davam edici zaman mübtəda plus feil es To be feili. to be feili. Yəni əmiz are. Digər bir feil və o ingili. Yəni sonunda ing olan. Sonunda ingilis.
Continuous zamanda bir to be olmalıdır da. İndiki present continuous isə to be'nin indiki zaman formaları olan am, is, are şəxsə uyğun olaraq işlənir. Sonra bir də sözün tərkib hissəsi ola bilər. Ing. Məsələn, evening, ceiling. Y hərfi, yəni y, bizim y. Y ilə bitirsə nə ola bilər? Ya isim ola bilər, İsim ya da sifət ola bilər. Məsələn, difficulty, çətinlik. Sifət də ola bilər. Məsələn, günəşli necə deyək? Sun günəşli, sunny. Yaxşı. Deyir, aşağı bu sözlər metlə bitsələr də sadə isimlərdir. Hansı sözlərdir? Metlə birsə sadə isimlərdir. Moment, monument, sonra cement, Cement, element, yadından çıxdı sözlər. Sonra sənət sözü, document, alət, instrument, parlament. Yaxşı. Sonra mürəkkəb isimlər. compound, bunlar da bitişik defisdən ayrı yazılır. Sonra İfadə olun. bura qədərdir. Yaxşı. Sonra sözlərim var. Tutun deyin soruşsun. Necə eləyirsənsə yenə elədir. Moon, ay, touch, toxunmaq, O yaxın yazmışsan. excited, ağlamaq, Excited. heyecanlı, cry, ağlamaq, try, çalışmaq, way, yol, raven, qorx, raven, qəribə, qorxu, Yox. qəribə deyil, Bir kuş olmalıdır. qarğa, min, Min, yəni o mənanı verir, o deməkdir. Nə mənanı O verir? deməkdir, o mənanı verir. Continued, davam etmək, grade, sinif, period, Period. qəribədir. Bu, Period. to be period qəribə idi. Period bir dövr. Period. Vaxt. Dövr. Successful, uğurlu. Successful. Uğurlu. To be period, To be nə? gururlu. To be proud. Proud. Gururlu olmaq. Bəli. Shouted, toxun. Shouted. Shouted, bu toxunmaq. Shout. Şıqırmaqdır bəlkə. Bax. Qışqırmaq. Take, aparmaq. Terrible qəribə idi. Terrible. Terrible. Dəhşətli. Dəhşətli. Qorxulu. What's wrong? Nə baş verib? What's wrong? Wrong yox. What's wrong? What's wrong? Nə baş verib? Rest, dincəlmək. Become confused. Nə olub? Confused nədir? Yəni çaşbaş qalmaq. Çaşbaş qalıb. Başı qarışmaq. Strange, qəribə. Ant, qarışqa. Başqa. Move, köçmək. Member, üzvüdür. Another, başqa. Another başqa. Pas, keçmək. Award, Award. Award, Mükafat, təltif. Raise, qalib, Qaldırmaq. qaldırmaq. Exam, imtahan. Society, cəmiyyət. Society. Society, cəmiyyət. Represent,
Present. Təmsil etmək. Təmsil. Elədir. Təmsil edir. Sonra budur, bu qədər. Bir. Öz fəaliyyətim bundan ibarətdir. Başqa. Canlı yayımda sonra. Öz fəaliyyətim bundan ibarətdir, cənab. Başqa heç nə eləməmsən? Tapşırıq. Nə tapşırıq?